2010-cu il Mike və Kevin adında iki şəxs Birdwin adında bir proqram yaradır. Amma proqram çox qarışıq olduğundan insanlar bu proqramı istifadə etmir. Çox qısa müddət sonra bu iki yoldaş aqressiv bir qərar alaraq həmənki proqramda artıq olan hər şeyi çıxardır. Sadəcə şəkil paylaşmaq, rəy yazmaq və bu kimi çox kiçik özəllikləri saxlayır. Belə olduqda Instagram ilk dəfə App Store-a yüklənəndə ilk ayda 1 milyon, ilk ildə 10 milyon, 18 ayda isə 30 milyon istifadəçiyə gedib çatır. Və 2012-ci ildə bu mobil appin bu sürətlə böyüməsi Facebook'un qurucusu olan Markın diqqətini çəkir. Amma bir məsələ vardı, Instagram heç bir pul gətirmirdi. Həmənki dönəmdə, yəni 2012-ci ildə Mark Instagram almaq üçün 1 milyard dollar dəyərində təklif verir. Texnologiya dünyasında uzun müddət bu təklifi çox axmaqca bir təklif olduğunu dedilər. Çünki Instagram dediyim kimi bir qəpik də pul gətirmirdi. Amma həmənki dönəmdə Mark nəyə görmüşdü? Facebook o dönəmdə mobil app tərəfində çox çətinlik çəkirdi. İnsanlar tərəfindən rəğbət görmürdü. Mark isə gələcəyi görərək Instagramı satın alır. Sonrakı dönəmlərdə Instagram reklamlarından Mark milyardlarla pul qazanır. Instagramın uğur hekayəsi isə budur ki, onun qurucuları uğursuz olan bir proqramı inatla böyütməyə çalışmadılar. İnsanların sevdiyi şeyi tapdılar, onun üzərinə bütün fokuslarını verərək öz startaplarını belə inkişaf etdirdilər. Bu gün də startaplarda ən böyük edilən səhvlərdən biri onun qurucularının hər hansı bir ehtiyacı olmayan bir xidmət olsun, bir məhsul olsun, bunu inatla böyütməyə çalışmalarıdır. Ona görə bu gün investisiya alınan istər venture kapitallar olsun, istər hər hansı investorlar olsun, bəzi bunlardan yatırım alarkən bu investorlar çox vaxt ancaq pul verməklə qalmırlar. Eyni zamanda pul yatıranda əslində startapa deyil də onun qurucularına yatırırlar. Quruculara etdikləri yatırım isə çox vaxt olur ki, bəzən məsləhət verirlər bu məhsulu və ya bu xidməti dəyişmək üçün. Çünki baxırlar ki, cəmiyyətdə bunun qarşılığı yoxdur, bu xidməti istəyən, bu məhsulu istəyən yoxdur və ya tələbat daha az olacaq. Məsləhət verərək onların xəttlərini dəyişdirirlər. Ondan sonra həmənki startap daha da uğurlu olur. Burada sadəcə bir məqsəd var. İnvestor normal olaraq qoyduğu pulun daha çoxunu götürmək istəyir. Ona görə də investisiya elədiyi startaplara həm öz networkini açır, həm öz məsləhətlərini verir. Eyni zamanda fikirləşirsə ki, bunların getdiyi yol çox da uğurlu olmayacaq, onların getdiyi yolu da dəyişməyə çalışır. Instagramın bugünkü uğur hekayəsi sırf səhv olan addım üzərinə dirəşməmələri idi.